Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko Halal Məhsulları. Sponsorlar Previta Vitamin Kompleksi, Bomba Beloçka tumları, Lodi Uşaq bezləri. Xoşbəxtli adamlar bu kətdə, nə istəyirlər tapırlar həyətdə. Bir ailə var amma biraz sadəlövdür, çətinə düşürlər hər hərəkətdə. Kənd havası, keçələr yolları boşdur, kənd havası təmiz insanlara xoşdur. Kənd havası gülər sadə adamlar. Deyirəm, istəyəm. Deyirəm, dədəm görən əsəbləşməz, 40 manatın başına daş saldıq. Vay, nağarmışam, 40 manatı dədəm evinə xərclamamışam, qardaşıma xərclamamışam. Nə varsa hamısı bu zəmbildə dana görməyəcək. Deyirəm, ana, nəfsim də çəkdi. Deyirəm, bəlkə bu qozdan bir ikisini qıraq yeyək. Ay, sən canım, qoy evə çataq, dədənin xasiyyətini bilirsən. Qoy baxsın, görsün, nə almışıq, ondan sonra yeyərsən. Yoxsa baxıb deyəcək ki, 40 manatı nəyə xərclamısınız, nə almışsınız burada, heç zat da yoxdur. Hələ bax, o piraşkini artıq aldırdı, neysən? Çatırdıqdan evə, yox, bu öləcək bu dəqiqə yolda acından, piraşki yeyəcək. Ana, görə deyirəm. Hə. Deyirəm, bugün də 8 martdan ha, dədəm görən sahə sürpriz eləyəcək. Nə bilim, ay bala. Əslində dünən gecə ona 3 dəfə işarə verdim 8 martla bağlı. Hatta bilmirəm, tutdu, tutmadı. Birində dedim ki, bu Vahid yoxdur qonşumuz. Çox içirdi. Dedim, nətər içirsə, küçədə 8 yaza gedir. Nə? Gördüm, dədəm mıqdı eləmədi. Nə olmadı? Heç tutmadı da söhbəti. Gördüm, yox, tutmadı. Dedim ki, ay kişi, mart gəlib. Qayıtdı ki, təbiət oyanır. Baxdım ki, təbiət oyandı, amma dədən oyanmadı da. Da dözmədim. Gördüm, mən buna belə işarə verəndə bu qanmır. Dedim, qoy bir başa deyəcəm. Dedim, ay kişi, sabah 8 martdır da, bilirsən. Qayıtdım, bana dedi ki, hə, düz deyirsən. Yadıma sal, 9-u Mərdanın 40-ı da ora gedəcək. İndi qoşu, bilmirəm, dədəm başa düşdü, özün yalanla başa düşməməz deyə qoydu ki, mənə sürpriz eləsin da. Ya da ki, elə həqiqətən də təbiət oyanıb, dədən elə yatıb. Nə bilim, ay bala, görək, indi biləcək də, nə qalıb ki, budur bura? Baba deyirsən ki, dədəmin xabarı yoxdur bu, deyək. Əlində güllən gedir. Ay, Ay, çürümüşsə dur. Qurtarın, nə? O əlindəki gülü mağalanı oxşamır. Gəl bura görüm, əkizdən bizi görməsin. Gəl bura görüm, səsin çıxartın. Qurtarın, nə? Çürümüşsə dur. Ona bax. Deyirəm, ana, deyirəm ki, ağadan çıxasan. Dayan görüm, hara gedir bu. Ona bax. Başımı çəkmənə bax. Dayan görüm, bu hara gedir belə. Ana, Hə. çox üzr istəyirəm. Bir şəxsi sual verim. Deyirəm, sən neçə illərdir mənim dədəmlə bir yastığa baş qoysan. Sən heç görürsən mi, dədəm nə vaxtsa kiməsə, nəyəsə görə sürpriz eləsin, yoxsa sən də mənim kimi birinci dəfədə mi görürsən? Ay, heç bu mənə belə sürpriz eləməz. Yoxdur, Qasım, mən sana sürprizi göstərəcəm da ya. Mən də deyirəm, bu mənə gecə nə deyir ki, maykam saf-sarıdır, bunu yaxşı qaynatdana, təmiz olsun. Səhər də durub geyinəndə altdan pijamasını geyinmədi, həmişə geyinərdi. İndi belə deyir, havalar qızışıb. İndi görək, dana görək. Hara gedir, gəl. Yavaş, gəl. Ayıfdır, getməyək. Nə ayıfdə? Boş durur bu. Nə ayıfdə? Ona ayıf olsun, bizə niyə ayıf olur? Ana, gəl. Qulaq as. Yavaşca gəl. Yaxınlaşın deyirəm. Haycan. Qız olmuşam, əyağım qız olub, bir dənə mənə verir. Ay, sən də lazım olan yerlərdə qız olsa gəl. Buradan. Gəl. Yavaşca, sakitcə dur, çevirsə dur. Ona bax, əlinin gül. Qalx. Ay, nə oldu? Və görəcək bizi də sakitcə dur bana. Ona bax. Bir dəni kəs, həmən də gül görmüşdü, həmən qalsın. Nə? Ona bax.
Qoşu. Qoşu. Ay qoşu. Mən Ay qoşu hardasan? buradayım, ana burada. Ay ulan niyə dırmaşmısan? Düş aşağı. Bu görməsin, mənə bu görməsin. Düş aşağı. Yıxılım öləsin. Elə bilsin ağaçda meyvə var. Düş aşağı elə bildim zəmbilə girmisən. Mən zəmbilə girmiş canım. Nə bilim boya qurban olum. Dedim ancaq orada gizlənərsən ana. Gördü görər. Görmədi gəl. Gəl. Salam Ayana. Mənəm Qasım. Sənin son beşiyi oğlum. Necəsən? Mən yaxşıyam. Bu gülləri sənin üçün gətirmişəm Ayana. Bugün 8 Mart'dır. Mən sən məni heç özüm də bilmirəm nə danışım, nə deyim. Amma onu bilirəm ki, sən mənim sevdiyim ilk qadınsan. Ana, yadındadır sən gülləri həmişə çox sevərdin. Həmişə sənin üçün gül gətirərdim. İsti əllərimlə gülü alıb məni bağrıma basardın. İndi bu gülləri sənin soyuq məzarıma qoyuram. Bir övlad üçün ən ağır şey anasının məzarı ilə danışmaqdır. Darıxma, mən darıxmıram. Biraz kövrəlirəm. Ana, yadındadır atam mənə məktəbdə pul verildi. Ged, nəsə ağır, pulu xərcdə. Bunları yığdım. Başdan səhər şal aldım. Bakıya getmişdim. Dedin ki, ay bala bu şalı neynirsən? Ona neçə kilo ət almaq olardı. Sən həmişə ailəvi uşaqlarımı, bizi çox istəmişsən. Mən də səni çox istəyirəm. Ana, zəhər gizlənibmiş aşımın altda. Bir dərya var imiş qaşımın altda. Yazdıq daşa dönür başımın altda. Burada hardan tapım dizin anamın. Mən səni həmişə sevmişəm, həmişə də sevəcəm. 8 Mart'ın mübarək. Dedim, ana, gəlinimi də təbrik edeyim qəməri. İndi o da gözləyir məni. Bayram da axı. Özünə yaxşı bax. Bu gülləri həm öz adımdan, həm də dədəmin adından qoyuram. Vay sabahınız xeyir olsun, sabahınız xeyir olsun. Sabah. Sabahınız xeyir olsun. İsti. Çay süzmüşəm iç. Mənə bax, Hə. bu adam güdməyi təzə öyrənmisiniz, yoxsa sizi şpiyon seçiblər? Kim güdür ki Qasım? Görür Kim kimi? Görüb bizi. Deyirəm bizi görüb. Bizi görür. Qasım güdmürdü mü? Nə güdmək? Təzə çıxdı o da. Elə gördüm ki, qəbirstanlıqdasan, anamın qəbrinin üstündəsən. Dedik da mane olmayaq, çıxdıq getdik. Gördün anamın qəbrindəyəm, gəlib anamı ziyarət eləyərdin də. Orada ağacın başından niyə boylamırsınız? Sənə nə olub bala? Ay Qasım, Söyləməyirəm. biz evlənən gündən sən mənə tapşırmısan ki, anamla mənim arama girmə. Mən də sözvə qulaq asıram. Gördüm day ananla dərdləşirsən, dedim gəlib ortaya girməyim. Ona görə də elə qoşuya dedim ki, qoşu, gedək. Ana, gedək demədin, dedim güdək. Güdək.
Valla siz dəqiqləşdirin. Gedək dedik, güdək dedik. Qasım, gedək dedim. Hep balaca boyunla hər şeydə qarışmadı. Ay dedem var. Görsən mi biraz dara düşən kimi o dəqiq özümə dedin bax. Sən bir də mənə boyda desəm, ben boydan deyim bax. Yaxşı da ana indi bayram günüdür bu əziz gündə. Kimləri təbrik elədin Qasım? Getdim, rəhmətli anamı ziyarət elədim. Allah Gül qoydum. Allah rəhmət eləsin. Nənəmi ziyarət elədim. Allah rəhmət eləsin. Gül qoydum. Sinif rəhbərim Validə müəllimə. Hə. Getdim, onu da gördüm, kövrəldim. Allah rəhmət eləsin. Sonra getdim, bacımı gördüm. Bacın ölüb? Gələ ölə. Bayramdır da, bacımı görməyim, təbrik eləməyim. Ay Qasım, nə bilim, ölüləri saydın sırayla. Sonra da bacı ölülərin sırasında dedin. Yox, yox. Ölüləri bildik. Təbrik eləyə gəlibsən ayından bəri. Bu diriləri nə vaxt təbrik eləyəsən səni? Yoxsa bu dirilər də gərək ölsün ondan sonra ya da düşsün? Ata, yəni sən 8 Martla bağlı anamı hələ də təbrik eləməyibsən. Belə onu çıxartsan daha yaxşı olar. Girəcək boğazıma boğulub öləcəm bey. İçmirəm. Nə olub? Deyirəm təbrik eləməyibsən. Ananı? Hədə indi təbrik eləmədim, fikrimdən çıxıb. Getdim anamı gördüm, başım qarışdı. Mənə bax, ürəyin istədiyin hədiyyə, nə istəyirsən seç, alım sənə, qurbandır sənin üçün. Doğrudan Canımsın. deyirsən. Qadan alaram səni. Qasım, sözün düzü, həmişə istəmişəm ki, barmağımda bir qızıl üzük olsun. Özün bilirsən ki, toyumuz olanda əlimiz aşağı idi deyəm. Ta qızıl istəmədim də. Da dedim heç zat gətirməyin. Elə xalamın qızıllarınca aldım, taxdım. Bunu da sonra, toydan sonra maman gətirdi, taxdı mənim qulağıma. Amma üzüyüm heç vaxt olmayıb. Həmişə arzu eləmişəm. İş görəndə, elə qab yuyanda, paltar yuyanda baxmışam, həmişə əlim boşdur. Deyirəm, yaman kövrəldim, həqiqətən. Ana, gör sən nə qədər düşüncəli insan olubsan ki, sən o vaxt razı olmamsan, dədəm çox xərcə düşsün, eləmi? Yox bala, xərc məsələsi deyil. Evlənən xərcə düşər. Mən özümünkilərin yanında atavın başını aşağı eləmək istəmədim. Çox sağ ol, Qəmər. Çox sağ ol. Sən mənim həmişə başımı uca eləmirsən. Mən də çalışacağam ki, həmişə sənin başımı uca eləyim. Mənə bax, dur, geyin, keçin bahalı paltarlar. Gedək Bakıya sənə üzüyü alıram. Alasın. Canımsın, qohumum var mənim orada. Metronun düz çıxışındadır. Dur, biz gedək Bakıya gəlirik. Ay dədə, siz başı giyirsiniz, mətbəqə geyib gəlmişsiniz, deyirsən, bu da bura geyib gəlirəm. Öyle diyor axı. Nə olacaq? Bir dəfə ömründə dedim, ha qızıl alacaq, imkan verməyəsən. Yox, bildim, Qal evdə, həyət bacaya, toxucuya, heyvana, mal qarıya bax, biz gəldik. Biraz irpələnən insanam da. Nə diləşmirsən? Yox, yəni... Nə diləşmirsən bana? Yəni, deyirəm, tək qalmından, ha? Nə? Uşaqsan. Yox, uşaqlardan söhbət yox. Uşaqsan. Evlənmək istəyəndə heç uşaq olmursan. Ay sağ ol. Dur ki. Elə bil ki, evlənmirsən, atan-anan yoxdur. Evində kişi olub oturmayasan, otur ana. Yemə yumurtalı, yəni yumurtalı deyirəm, mən tək qalıram. Ye ana, ye. Ye, canın möhkəm olsun. Bayramı... Bunu yaxşı qaynatsan, hə? Bu nədir? Ay, at ondan sən. Dur gəl. Dur gəl. Ha demədim, 10 dəqiqə qaynasın, sonra götür. Nə bir dəqiqəyə götürübsən? Mən nə bilim, bir qodan qalım, mən birdən yumurta qaynatmışam. Deyirsiniz? Heç tutulmaz qadanlam. Dədəm mənə birinci dəfə də üzüyü almaq istəyir. Əldən buraxmayayım, qoy gedək, üzüyü alıq gələk. Yar, 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 eyləsin bu yollar. Hardasa sevgi var, bizi gəzir hey axtarır yar. Hicran özüm bu dünyada daha yorur, bu yollar bizi qovuşturur. Elə bilmə ayrılırıq, gen düşürük, dünya dardı biz görüşürük. Mənə bax. Haydi. O yaxşı bazarlığın pulundan biraz ver mənə, mən şəhərə gedirəm, yol çıxacam. Bələkçi bazarlığın pulundan dədə, heç nə qalmadı, qəpiyinə kimi xərcləmiş. Bana nətər qalmadı, bayağı bir meşok suda pulu vermişəm. Oradan heç nə qayıtmır. Bir meşux nədir, ay Qasım?
Cəmi 40 manat pul vermisən də. Bax o 40 manata dedin ev telefonun pulunu da ödədik. Bazarlıq da eləmişik. Hələ puldan qalıb tox düzəyə dəlin də almışıq. Ta bu 40 manat nə olarmış? Nə var? Bizə dalaşmayın lan, yol çıxırsınız. Dalaşmır. Elə deyir 40 belə bir 40 min verir. Sen de ya yaşlı siz Hə, ya biz gedək. Tərpənə yavaş. Yok tələsməyin. Siz çıxın, mən də sizin dalınıza su çəkəcəm. Narahat olma ay bala. Sən də o suyu saxla. Narahat olma. Saxlayaq Narahat suyu. olma. Valla batırırsan üstümü bak. Narahat olma da bu. Hə yaxşı, Yaxşı. qoy uşağın ürəyi yerində. Gəl, olsun. yerin. Danalarım. Bizə görə narahat olur da, nə işin olmaz. Gel. Gel Məryəm. Biz getdik o şey. Ha, salamat. Səni zəll olmayasan bala. Üstün başım oldu suyun içində. Niyə elə dersən uşağa? Olmayasan dedim də. Olasan demədim. Su atırdana pislik eləyir. Çorablarım naskım oldu suyun içində. Yar bir kekliğin sorağına Könlüm düştü diyar diyar bir kekliğin O körpəmin anasıdır. Nanay ninay nani nay nay. Öz körpəmin anasıdır. O bu yerin bilmirəm də bu yeri. Nanay ninay nani nay nay. Qəşəng səsim var ey. Vaxtı ilə gərək müğənni ola. O körpəmin anasıdır. Öz körpəmin anasıdır. Nanay O kəramə. Nətər Türkçəsirsə? Nətərsən? Necəsən? Sağ ol, çox sağ ol. Qonşu, qoçu. Can, necəsən? Yaxşıdır. Əla. Deyirəm, bu 8 Mart Qadınlar Bayramı münasibətilə səni Çarıqdım. Mən hər zaman bunu O vaxtda belə sərxətlərliydi. Yox. Keçərəm. Evdəkiləri mənim adımdan təbrik edərsən. Ürəkdən təbrik edirəm. Mən də sizinkiləri 8 Mart bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. Hə, çox sağ ol. Sizinkilər deyəndə ki, evdə dənə mamdan, hə? Mamı təbrik edirsən. Allah can sağlığı. Sağ ol, çox sağ ol. Hara gedirsən belə? Hardan gəlib hara gedirsən? Uşağın bezi qutarmışdı. Hə. Getdim dənə lodi bezi alım. Həm də bugün bayramda axı. Gedim evə, arvada ev işlərində kömək edeyim. Hə, yox, bir dənə qulaq as. Uşağın altında sən təmizləyirsən? Yox, hə. Hə. Onu arvad özü təmizləyir. Hı. Mən heyvanların altını təmizləyirəm. Arvada kömək edirəm. Hə, lap yaxşı. Kərəmət, mənim səndən hardasa bir 2 dəqiqəlik bir işim var. Məsləhətin ehtiyacım var. Onda 5 dəqiqə gözlə, bunu verim evə, gəlirəm. Səni burada gözləyirəm, yaxşımı? Gözlə. Sən niyə dodağını qıcıyırsan, onu bilmirəm. Havadan. Səni qadın alıb, gözləyirəm səni, yaxşı. Bundan xeyir olmaz, eyləsin. Zəhrenizdir, sonsuz çaydır bir denizdir. Dan yerinin kızartısı, sizin qəşəng köhrənizdir. Beyaz çöller, zəhrenizdir. Mən nə qaracam, 8 Mart'da mən hələ də anama hədiyyə almamışam. Mənim kimi oğlum bunu yerə soxsunlar. Dədəmdir ki, getdi 8 Mart günü anasını yaddan çıxarmadı. Bir dənə gül aldı, apardı, verdi. Mən heç də almamışam. Mənim kimi oğlum, bax, elə bax, burada bastırsınlar. Ha qoşqa. Hə, istəyirəm, söhbət edirəm öz-özümə. Nə məsələdir, bax? Hay? Gəlmişəm, de görüm. Kələmət, gör nə deyirəm Kələmət. Mən bilirsən ki, hər dəqiqə baş adamı narahat eləyən adam deyirəm. Gör nə deyirəm. Ayıf da olmasın, mamana özəl bugün nə alıbsan? Anama 1500 manata telefon almışam. Necə bəyəm? O qədər olmasa da, mən elə biraz pula çıxmışam da, biraz ondan aşağı nə ala bilərəm təxminən? Ucuz vari. Biraz. 1000 manata sev ala bilərsən. Yox, biraz da aşağı düşsək, bir balaca. 500 manata qəşəng bir palto. Azca da aşağı düşsəydin. Sən konkret de görüm. Nə qədər pulun var? 23 manat. Başa düşdüm. Onda düş qabağıma, getdi. Nətər? Gəl, Hay? ardımca. Hoş geldin.
Salam aleyküm abi, nətər? Salam aleyküm. salam aleyküm. Nətərsən, nə Şükür var, Allah, nə yox? neyizdirsən? Yaxşıyam. Eşitdim bir anı 5 xəstələmişdim. Hə, xəstələmişdin, hə. Eşitmişdin, Hə, hə? eşitdim. Həqiq soldu mənim. Sən qohum əqraban sənin haqqında ancaq eşidir. Amma bir maraqlanan yoxdur. Yaxşı. Deyirəm, nə əcəb Qasımla bir maraqlanmadınız, eşitmişdinizsə. Bacı, sən Allah bağışlayın. Başım qasıma qarışım. Çoxdan görmürəm ona görə. Üzülürəm. Siz də tərsin, neyiniz? Yaxşıyam, sağ ol, çox sağ ol. Qardaşın nə qulluq eləsin. Hələ, belə o demişkən, elə bacıma hədiyyə almağa gəlmişəm. Kəmaliyə, mən bacıma. Yox, yox, sən bacıma mən hədiyyə nöş aldım. Qəmərə. Sən bizim artsan istəyən hədiyyə alam. Qəmər, bax gör ürəyin nə istəyir, seç. Nə istəyir, ürəyin nə istəyir, bax seç. Qardaşın onun mayasını hesablayacaq. Çox sağ ol, çox sağ ol. Reisi. Buyur Qəmər. Qasım, elə bax bu birinci üzük xoşuma gəldi. Elə içəri girəndən gözüm onu tutdu. Buyur. Kəmal onu ver zəhmət. Hə, bax gözünüz. Onu ver zəhmət olmasa, ay çox. Neçə nəfər ona baxıb bəyənib nasıl yaxdı. Doğrudan. Buyurun. Qəşəngdir. Qəşəng. Qəmər xoşuma gəldi, mənim də xoşuma gəldi. Qəşəngdir, hə. Qəşəngdir. Kamil, bunu indi qardaşın üçün neçə eləyərsən? Qardaşım Neçəyə üçün onu başlayacaq? bir dəqiqə tələsmə. Bax Qasım. Bir parə, qəşəng. Hardasa 1850 manat. 1850 manat. Satışı. Amma sən başqa da maya dərin. Hə, mənə deyirəm, mənə uyğun olan dinən gör. Neyniyə bilərsən? 1100 manat. 1100? Hə. Qasım, bizim cəmi 1000 manatımız var axı. Hə, bilirəm. Kamil, gör onu biraz da oradan vur, gör nə çıxa bilirsən oradan. Pullaz eləmə, Hə. tələsmə. 1100. 1100? Bəli. Bir dənə də onu tak elə gör. Bunu bir ama Sən bizdə biraz 100 aşağı mayası deyirəm. Bəs orada nə şaqqılladırsan bir yerdən tak dedin. Al, Sən al. Yo gözlə. Belə eləyək. Kamil. Bizim üstümüzdə 1000 manat var. 1000 manat. Bu 1000 manat səndə. Gedib mən 100 manatı birazdan tapıb gətirirəm. problem yox deyil. Hə. Gətirməni gətir. Amma bu mənim şərikim var. Şərəfsizin biridir. Ona görə yəni onu ağız açdan bəlkə də. Yo. Hə? Şərəfsiz adamsa heç Hə. ona ağız açmağa dəyməz. Ay, sağ ol. Düzdür Qəmər, dəyməz. Çox, bəli. 1000 manat Hə. gedim mən 100 manata götürüm Ay gətirirəm. sağ ol. Üzük baba buradadır baba. Vitrində. Vitrində. Üzük buradadır. Üzük burada qalır. 100 manat gətirsən, ya Allah. O Qalandı. üzük qalır burada. Hə, üzük qalır burada. Üzük pulu 100 gətir ki, bunu verim də sayır. Üzük burada qalır. 100 manat gətir. Sağ ol. Qaçın, Gəl. Bunun çoxunu verdik də. Bəs üzü niyə qalsın? Belə adamlar çox deyil Qəmər. Tək deyil, bunların hansı ilə mübarizə parasan, neynəyəsən? Gətirirəm Kamil. Xeyr ol, arxayın. Ha, sizə gəl. Bu balqabaqlardan şəhərdə... Bu balqa... Oo. Bu balqabaqlardan bilsən nə qədər var? Nə oldu sənə? Yorulmuşam, enerjim qutarıb. Hə, ver saxlayaq. Mən də yorulmuşam. Yo, saxlamaq söhbət yoxdur. Çək. Sağlamsınız? Yo. Onda özünüz istədiniz. Gəlin. Məsələn, enerji verim sən də bax. Bizon. Buyurun. Ən çox yorulan xəyalədir. Çox sağ olun, getdik. Çox sağ olun. Hazır. Gəldi enerji. Ada nə oldu? Zəmbilləri götürün gedək də. Ay, sağ ol, bunu deyirəm də bayağı. Gedək. Getdik. Baba, zirvələrə necə uzala bilərəm? Mənim balam, çalış, haqqın tərəfində ol. Əhdə vəfalı ol. Bir də halaldan qidalan. Halal olandan yemək cismin qidasıdırsa, halaldan yedizdirmək ruhun qidasıdır.
Rosko. Yalnız halal. Bax, qardaşlar Mebel. Əzəmət bizi göndərdi bura ki, dedi gedin Mebelləri bəyənin. Oğlunuz qızımı alsa, hansı Mebeli bəyənmişsiniz onu verəcəm sizə. Bəyənmədimi? Nəyi bəyənmədin? Gül kimi mebelləridir. Yataq mebeli, mətbəx mebeli, qonaq otağı mebeli, yumşaq mebeli. Da nə olmalıdır? Nə olmalıdır oğul? Yox, mebellər bəyəndimi? Əzəmətin qızım bəyənmədi. Əsas Mebellər qəşəngdir. Qızı sonra bəyənərsən. Bir zəhmət olmasa loading necə verərdiniz? Bir də loadingin nəm salfetkasını. Ətr saçır gül çiçək, gülsün ömrüm bahar tək. Çox sağ olun. Saçır gül çiçək, gülsün ömrüm. Görsən Qoşqar, vaxtında evlənib, indi gəlir aptekdən uşaqsın lodi bezi almağa. Heç nə demirəm Qoşqar, sən də evlənəsən. Sənin də bir dənə qəşəng oğlun dünyaya gəlsin. Ata qaça gəlsin buradan lodi bezi alsın, aparsın. Amin. Ay sağ ol qardaş. Deyirəm ki, heç kimə arzulamıram ki, aptekə gəlib xəstəliyinə görə nəsə alsın. Aptekə bir şeyə görə gələsən, lodi bezi almağa nəvönsün. Bax, belə dedin, qasa mən də həvəsləndim, bax. Ay sağ ol. Buradan çıxın məni verəcəm. Vəssalam. Düz qabağım. Ay mənim arzu qızım, ay mənim arzu qızım, arzu qızım. Ay bala, neyinirsiniz siz burada? Ay qızım, toyuqlar qalıb çöldə. Bu mal heyvan qalıb həyətdə, bunları yemək vermə. Tüm tutuyorsunuz burada. Sənə qadın qara, mən bir dəqiqə mal qara qaşımına, bir dənə babına bax. Qara, hər birə bir iz qalmış. Sən canı bir dənə dadına bax bunun. Bir dənə dadına bax. Dayan oğul. Bir dəqiqə sən istirahət elə də. Nədir? Toyuqcuza qaçmır ki. Bir şey tapıb yiyəcək. Heyvan da həmçinin yiyəcək, yeyib girəcək yerinə. Nə qədər Bəyəndin? Çox xoşuma Mən gəldi. qovranda bəyənmirsən. Beliçkanı bəyəndim. Yox, sənin ailə, bu ailə. Tibb bilimləri doktoru, ali dərəcəli həkim, beynəlxalq allergoloqlar, immunoloqlar və İmmun Reabilitasiya Elmi Cəmiyyətinin üzvü, Almaniya Avropa Universitetinin professoru Qurbanov Hüseynağa Əlioğlu. Son vaxtlar valideynlər uşaqların tez-tez xəstələnməsindən, yaddaş zəifliyindən, inkişafdan geri qalmasından, il ərzində dəfələrlə xəstəliklər keçirməsindən şikayətlənirlər. Previta vitamin tərkibində A vitaminindən tutmuş, yod və krom elementlərinə qədər vardır. Əqli zəiflik, metabolizm pozulması, immuni defisitlərin aradan qaldırması üçün previta vitaminin verilməsi məsləhət görürəm. Previta içərək gələcək həyatınızda sağlam addımlar atın. Gel havası sizi hürmetle salamlar. Akşamın her yanı izindir bal izin. Yaman aldıq ha. Keri yaman aldıq bunu deyirəm. Qoş. Ay qoş. Haydi. Gör nə deyirəm. Sən bəyəxtanlandı mənə demirsən ki, mənim bu qədər pulum var. Mən də qalmışam avara. Ay indi hədiyyə ucuz almısan. Anın inciməz ki. Ağzında ana deyirsən, ana. Ona belə bayramlarda çöpdə alsan, o gedər belə cəmaatın içində fərəhlənər, belə fəxrisinə deyər ki, oğluma hədiyyə alır. Başa düşdünmü? Amma hünərin satırsa, get bu hədiyyəni arvadın al. Elə əlindən alar, təpənə çırpar. Bax, onu da bilərsən ananın qədrini. Bax, bunu düz dedin. Sən sözdə dedin. Amma mən onu həyatda yaşamışam. Ay? Gedək hədiyyəni bağlayaq. Sən yavrusan, Gedək hədiyyəni bağlayaq. Yox, bağlamağına bağlayaq, sən onu tutmadan bilir. Heç elə belə. Yox, mən bax, qulağı... Evlənəndə bilərsən. Yox, qulağı, bir dəqiqə döndürəm, kəlif hara aparsan. Evlənəndə bilərsən. Hay? Yağırırım. Hədiyyəni bağlayaq. Sənin için doğru deyil, Kərəmət. Bu gün eşdən məni. Hədiyyəni Səni bağlayaq. çağıracam dərdləşəkçi qardaş. Hay, salam əleykum. Salam əleykum. Salam əleykum. Necəsiz? Salam xanım, necəsiz? Salam Melek. Nə Salam tərsiniz? əleykum. Xoş gəlmisiniz. Yeri gəlmişkən
8 Mart münasibəti ilə sizi təbrik edirəm. Çox sağ ol, çox sağ ol. Qadınlar bayramınız mübarək. Mən də istəyirəm ki, mənim adımdan evdəkiləri, mamanı, bacını, gəlin bacını, əmi arvadlarını, dayı arvadlarını, xalalarını, bibilərimi, nənələri, əsas nənələri, ata tərəfdən nənəni də, mama tərəfdən nənəni də hamısını təbrik elə adım. Buraya nə olur? Nə olur? Hara gedirsən? Hayır. Baş alıb gedirsən, hara gedirsən? Təbrik edirəm də Qasım. O səni təbrik elədi, sən də evdəkiləri təbrik elədin. Yekundaş da. Qasım. Yekundaş. 5 kənd gəzdin hamısın. Ay Qasım, qohum əqrabanı deyirəm də nətər olur ki, mən xalanı təbrik eləyim, bibi qalsın. Əmi arvadını təbrik eləyim, dayı arvadı qalsın. Və umum küsəllər ki, onları elədi, bizi elədi. Yaxşı da, gəmər, nə qədər döyüşə indi burada səninlə. Nə ayıram, mən? Mən deyirəm, 40 elə. Hə, yaxşı, təbrik edirəm. Təbrik edirəm. Çox sağ ol. Mən də təbrik edirəm evdəkiləri, əmi arvadların, dayı arvadlar. Nə oldu? Hara gedirsən? Şimdi mən baş qoymadım da, mən də gəmər. Mənə oğul, şeydir, sən eşitəklə, şeydir, müdür buradadır. Bir balaca işim dişim ona, bəli. Bəruz mənim deyilsin. Bəli. Yoxdur ki, Bəruz mənim burada. Yoxdur? Yoxdur. Bəruz mənim yoxdur, gedibdi. Onda olar sənə bir dənə söz deyim. Buyurun. Hə, şeydir, mən amma gör sən bilmirsən, niyə kim ona gəlir? Billəm axı Qasım. Sən oraya gəlirəm oğul bala. Güya sən bilmirsən. Axı billəm Qasım. Ay atonla diləşmirsən gəmər mənlə buyurlar. Deyirəm güya bilmirsən. Güya. Nədir? Billəm axı Qasım. Nətər bilə-bilə deyim bilmirəm, Buraya görüm. Hara gəlsən ora? Qoydum burada, dayan da 5 dəqiqə. Ay gəmər qutar da. Rəhmətli dədəm kimi diləşirsən hər şeylə. Yaxşı. Vazı sizin də bayramınız mübarək olsun. Gəlirəm gəmər, güya bilmirsən. Ay oğul. Aycan Qasım abi. Deyirəm ki, mən elə bir adamam ki, mənim heç vaxt ehtiyacım olmasa, heç kimə ağız açmaram. Həm də qəmərin yanında ümumiyyətlə mən ağız açmağı xoşlamıram. İntihası belə məcbur olmuşam. Nə məsələdir ki, buyurun. Bu 8 Marta görə istəyirəm qəmərə qızıl üzlük alım. Sürpriz eləyirsiniz. Yox əşi, yox, sürpriz elədi ki, gələ bilməyə. Özü seçib, özü bəyənib. İndi pulumdan 100 manat çatmır. Gör sənə nə deyirəmi? Sən varınsa mənə 100 manat ver, bir həftəyə o 100 manat səndədir. Ola bilər 3 günə qaytaram, ha. İntihası hər ehtimala qarşı deyirəm. Birdən şəhərə gəlib eləmərəm. Problemi yoxdur. Bir həftəyə. Bir dənə kartofuzu deyim, bu dəqiqə atım. Yox, sən də alın, kart eləmə. Kart eləmə. Kartı atırsan 100 manat, gedib çıxardıram bir sonra 97 manat. O mənə bütün yüzlük lazım baxı. Bütün yüzlük. Varındırsa ya, yoxdursa ev yox. Burada gözləyərəm, əmoğlu gələr, onda alaram. Qismətində var imiş Qasım əmi. Sağ ol. Buyur. Çox sağ ol. Çox Gel sağ ol. Qəmər bibini sevindir. Mənim gözüm üstə, çox sağ ol. Bir həftəyə pul səndədir ya. Uzağı bir həftəyə. Qasım əmi, gör nə deyirəm. Pulu istəmirəm. Hə. Elə pulun əvəzinə mənə 5 dənə qəşəng çolpa, Hə, nə olar? 5 dənə çolpa. 2 dənə hündüşka, 40 dənə yumurta, 3 kiloluq balonda baldan bir 3 dənə olsa, 2 dənə də qatıq yanına qoysun, bəs eləyər. Sən dediklərin elədi 270 manat. 170 manat buradan qavğa çıxırsa. Yox, elə bütöv 100-yıvı qaytararam. 2 dənə hündüşka, o 40 dənə toğ, gör hara yeyib çıxır. Çox sağ ol. 100 manatını qaytaracam. Problem yox. Yaxşı. Sən yaxşı kişisən, Qasım əmi, mən səni çox istəyirəm. Sən də yaxşı oğlansan. Sağ ol günən ki, bunun əvəzdən mal istəmədin məndən. Sağ ol Qasım əmi, sağ ol. Oğulsan. Kamil, gəldik. Sən Allah Necəsən? üzrlə hesab et. Sən əksək verdin mənə bağışla. Yox. Yəni bildin ətər. Yox, bilirəm. Sən məni çox istəyən adamsan. Sən mənim xətrimi çox istəyirsən. Ayıb olar. İnan ki, səni nə qədər çox istəyirəm, bir Allah. Dədəm kimi səni çox istəyirəm. Doğrudan. Dədəm kimi. Mənə bax, Əmər, yolda 100 manat sənə verdim. Ver onu. Mənə verdin. Mənə vermədin Qasım. Sənə verdim. Qasım mənə verməmsən. Yox, yolda 100 manatı... Ay buradadır. Ürəyim düşdü. Gör sən neysən. Allah. Gəl, o da sənin 100 manatın, o 100-lüyü ver, biz yavaş-yavaş çıxaq kəndə. Problem yoxdur ki, olur. Ay, kişi də öleyim mi? Oradadır. Deyim bax buradan. Bacı, gətir bura. Bunu tak barmağı, xaş. Ver. Qardaşım bunu versən, tak barmağı, rahat. Şimdi qardaşın kimi deyəndə, elə yoldaşı kimi özüm taxaram da. Qəmər. Mübarək. Biz getdik kəndə. Sözün pulluğun. Sənə can sağ ol. Öpürəm Kamil, çox sağ ol.
xalis qızıl ya. Yəni Bildim ya, sen bana gümüş ver. Olmaz. Dede Kemal. Mübarekti. 8 Hayırlı Mart. olsun. 8 Mart'tı. Qardaş kimi pay et. Çok sağ ol. Üstüne başım temizdir. Mənə bax Qəmər. Day o traktor sürənin yanında soruşmadım. Sən üzüyü neynədin, hara qoydun? Buyur. Nətər oldu? Üzük barmağımda daxı. Gör nə gözəldir Qasım. Ha, gözəl. Bütün yol boyu buna baxmışam. Ay Qəmər, o çıxa deyib barmağım. Niyə? Az yaxşı deyil, nə varsan? Buyur. Üzüyü taxarlar toyda, nişanda, elçilikdə, ad günündə, qoşunun toyunda. Qabaqda Novruz bayramı gəlir orada. Adi gündə üzüyü taxarlar. Bu nətər yəni avtobusda gəlirəm, kət cəmaatda oturub. Hamı da baxır ki, şəhərdən gəlirlər. Görək Qasım arvadla nə alıb. Görməsinlər üzüyümü. Yox, Qəmər olmaz. İndi birinin var, birinin yoxdur. O yaxşı görsənməz axı. Yox. Həm də görəcəklər ki, Qasım arvadına üzüyü alıb. İndi birinin pula ehtiyacı olar. Məni cəmaatın yanında niyə pis vəziyyətə qoysun? Bir daha pulum olmaz verməyə. Üz-göz eləmə mənim cəmaatını. Çıxart. Çıxart onu. Da çatırıqdan. Yox, çıxart. Qoy evə, qoşunun toyunda. Bax, axır çərşənbədə taxarsan, Novruz bayramında taxarsan. Gəl bəri. Gəl. Taxma, adi gündə olmaz. Həşər bəri. Alıyorum Mazlum. Akın Özavan. Yaxşı. Siz hardasınız belə? Bax, demirsiniz ki, bax, bu evdə bizim bir balamız var. Onun gözü, kökü saralıb sizi gözləməkdən. Niyə narahat qalmırsınız? Bakıdaydıq da, bilmirsənmi? Nə qardınız Bakıda? Qar yağırdı, ona görə yuvandıq. Ay bana tez gələcəkdi. Bu qara görə yubandı. Görürsən ətər qarı. Nə qardınız? Qartopu oynurdunuz? Qartopu oynayan yaşımızdır. Dədəmin ayaqqabılarının altı çox sürüşkəndir. Qar yağdı, başladı şəhərdə sürüşməyə. İnanırsan, avtovağzala yarım saatlıq yolu sürüşə-sürüşə 3 saata getmişik. Bilirsən ki, sürüşkədə o nalı çıxartır dana, dədə. Nə var? Nal sürüşür dana, yeyiri vurdu. Ana, icazənizlə mən bir çatdım qabağa gəlim. Gəl oğul. Nə olub, ay bala? Ana, gözlərini yuma bilərsən. Niyə? Nağarmısan? Ay? Nağarmısan? İşte, Nə sındırmısan? Yox, yox, bir dəqiqə Nə dağıtmısan? Ana, bir dəqiqə dayanayım, mənim özüm də düşdüm əlləyə. Sürpriz deyirəm sənə, bir gözlərimi yum. Hə də deyilən sürpriz dana, gözlü yum dedin, dedim yəqin nəsə eləmişsən, istəmirsən görüm. Yaşlarım gözlərini yum. 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 Baxmırsan ki? Yox dana, hardan baxacam? İşinə baxsan. Hə, yox görmürəm. Həyəcandan ürəyiniz gedə Nə bilər. olub dana? Ana, gözlərini ata bilərsən. Səncə mən sənə nə almışam? Nə allasan, ya coraflı, ya da kalqotkur. Hardan dedin ana? Uy, dədə zəng girib şəhərdə ayağımın razverin soruşmadın. Nə ayaqqabı alası deyirsən ki, o qədər pulun yoxdur. Ya corab alacaqdın, ya da kalqotka. Eləmi? Dədən də mənə üzüyü alır. Hay? Üzük. Eləmi? Sən sağlıq elə, sən sağlıq elə. Nə qədər bükmüsən, bir dənə Ay. kalqotku. Nə dedim? Sən kağıza kalqotkudan çox pul vermirsən deyəsən. Nə qəşəngdir, nə qəşəng. Nasıl? Sən sağlıq. Gözəl. Ala bunu. Nə gözəldir. Mən bildir ki, bəyənəcəksən. Qara Bu bana- qavuşlarımla qəşək göstərəcək. Bu corabdır yoxsa yorğan üzü? Dayan. Qoşub, nə bahalığında dalımsan, niyə bu qədər pul verirdi ki corabla? Aman zaman bir anamız var, dana xaçdiyacı. Nə hayırdır, neyinirdin bu qədər pul verirdi? Saat dünya aləm qurban olsun. Qadan olaram, sənin boyamaman qurban. Bir anamız var, onda dedim ki, anama xaçdiyacam mən pulu. Sağ ol oğul. Görsənmi? Hala. Sən qoymursan üzüyü taxım görsünlər. Qolumdan qoy. Qalx yuxarı. Qalx. Elə bir qaynar çay. Gör nə deyirəm, nə qaynar çayı, ora dəyəcəkdin, ora dəy. Hə. Zülfiyyənin hədiyyəsini götürək, aparaq verək. Tez elə.
Hə, ora yadımdan çıxıb. Bu Mən də nətər deyirəm, adamın növ yadından narahatam çıxa bir yağına. Nətər? Nətər yadımdan çıxa bildi? Hara gedir? O yana qına. Harayı? Ayna qına. Harayı? O yana həmişə getdiyi yerə. Trəndə arda tapırıq həmişə ora. Yox. Ana vətən nə gözəldir ellərim. Göz oxşayır, könül açır çöllərim. Ana vətən nə gözəldir ellərim. Göz oxşayır, könül açır çöllərim. Əlvan geyib açılıb güllərim. Salam, xoş gəlmisiniz, Qəmər xala. Zülfiyə. Necəsən? Bayramın mübarək olsun. Dedim, axşam olmadan gətirim hədiyyə verim, təzə gəlinsən, təzə süfrən olsun. Qəmər xala, nə əziyyət çəkmisən. Əslində mən almalıydım sənə. Mən səndən kiçiyəm. Çox sağ ol Qəmər xala. Sən də sağ ol qızım. Xoşbaxt ol. Sağ olun. Xoşbaxt sağ ol. olun. Çox sağ Ay olun. qızım, nə dəxli var ki? Hədiyyənin böyüyü kiçik olmaz. Hədiyyə verənin də böyüyü kiçik olmaz. Kimin ürəyi istəyir, kimisə də təbrik edir. Sağ olun. Sağ olun. Çox sağ olun. Sağ ol. Təzə gəlin səndə, ərin nə oldusa? Uy, Qasım! Bu üzükdən Qasım da mənə alıb, 8 Martda nə bir yaxşı, tanışı nə var, yaxşı. qohumu var. O qohumundan alıb yaxşı ucuz qiymətə. Neçə aldınız? 350 manata. Bizimki tanış değildi. Elə də endirim eləmədi. Nə oldu? Siz neçəyə almısınız? Biz elə bir ki, getdim Bakıya. Biz ondan da ucuz aldıq. Biz qohumuydu deyə bizə çox yaxşı endirim elədi. Çox ucuz aldıq. Yəni sənin aldığından da ucuz aldıq. Biz Qasım, gedək Qasım. Nə oldu? Gedək. Nə tez Qasım, gedirsiz? gəl. ucuz aldıq. Özəl ucuz adamdan aldıq. Yaxşı Qasım, yaxşı. Sağ ol qızım, Sağ olun, sağ olun, çox sağ olun. Uy, saat 9 olub. Qasım. Ay Qasım, ben niyə oyatmırsan məni? Saat 9 olub. Buyur. Qasım. Qasım. Bu sərkisdən ara durub gedib. Ay Qasım. Buyur. Oo, Qasım gəlir. Qasım gəlir. Mənə bax. Yadındadır Qasım, sənə çox baxırdı. Hə, qulaq as, ey Kamil. Gələ bu üzüyü, Qəmər bu üzüyü istəmir. Mən pulumu ver, mən gedirəm kəndə. Ay, bir dəqiqə qardaşım. Biz problemli olan malı qaytarırıq. Təmiz malı qaytarılmaq mümkündür. Həm də ki, iradım var yerində bilir də qardaşım. Hə, qardaş, mən deyirəm ki, mən Qasım deyirəm ki, bu üzüyü qaytarıram. Sən nə deyirsən? Qaytararam, şərkim var axı, gərək. Hə, mən abır eləyirəm. Belə baxıram, sən abırsızlıq eləyirsən. Ha, bu qızılı üzüyün qiyməti bilirsən neçədir? 350 manat. Sən bunu mənə 3 qat bahasına vermirsən. Ha, sən bilmirsən ki, mən kənd adamıyam. Mən pulu hələm-hələm belə qazana bilmirəm. Mən zülüm çəkirəm, əzab çəkirəm, qoyun otarıram, mal otarıram. Yekə kişisən. Bilirsən ki, mənim üzüyə ehtiyacım var idi. Götürüb 3 qatına verdin mənə. Yadında da o vaxt sən uşağımın məktəbə gedəndə ondan qoyun lazım idi. Qoyun kəsmək istəyirdin. Gəldin məndən heyvanı aldın. Səndən 1 manat da pul almadım. Dedim ki, sənin ailənin sevinci mənim ailəmin sevincidir. Yekə kişisən. Şərikimə də deyirsən şərəfsizdir. Elə şərəfsizin böyüyü sənsən. Haqlısan, söz demirəm. Dedin neçədir bu üzük? 350 manat. Mənim pulumu qaytar. Sənin o haram pullarımın içində mənim o halal pulum ola bilməz. Nə deyirəm? Heç olmasa ver 400 manat. Heç olmasa ver 450 manat. Gəl. 350, bax, say. 350 manat. Söz. 350 manat.
Ha diyen hiç Amil. Ne 350 manat? Ben sana ne kadar pul vermiştim? 1100 manat. 1000 manat üstündeydi. Gittim 100 manata borç aldım getirdim. Ya şimdi buradan 350 manat kaytardım. Ya pulun yarısı mı? Onu deyirəm də, sən dedin 350 manatdır, qiyməti. Ona görə mən sən... Ha, ben abırlı, heyalı adamam. Beni mecbur elime dükkanın içinde basını döveyim seni. Ay şerefsiz. Sen beni anlatmak istiyorsun. Sen öyle sen Kamil. Belə. Ay, sağ ol. Əz, bax, bunlar da bütöv qalıb. Əz bunları, əz. Əz. Nə qədər yaxşı şumlasan torpağı, o qədər yaxşı şey olar. Dədən gəldi. Ay, Dədən. gəlsin anam. Bu gəlsin, görüm haradadır bu bayaqdan. Ay, Qasım. Səhərin gözü açılmamış, nəyə qaçıb getmirsən Bakıya? Amala. O mən Bakıdakı üzüyü aldığım qohumum yoxdur. Getdim onun ağzın payını verdim gəldim. Utanmır. Gözüm gözümə baxa-baxa məni alladı. Ay dədə, səni qadan xanım, özün başqa vaxt deyirsən ki, pul dünya malıdır. O dünya malına görə əsəbləşməyik, ürəyinə ziyandır. Amala, əsəbləşmirəm. Ha, qonşu ilə söhbət edirik. Mən də qonşuya ağız dolusu danışıram ki, getdik Bakıya, qəmərə üzüyü aldıq. Özə mənim qohumumdan aldıq. Etibarlı adamdır. Xeyirdə, nişanda, toyda üzüyü lazım olsa gedin ondan alın. Bunun mənə elədiyi hərəkətə var. Məni alladır. Sən öyle işmə. Nədə? Ədəy. Nə oldu? Ay, bu elə şumlamağa başlayana tək səbir gətirdi. Gətirmir. Dedim elə. Nə deyirsin, qadın açıq deyir. Amma bilirsən nə deyirəm? Orada olmazdı anan, olardı başqa bir adam. Onda qonşunun yanında utanıb ölüb yerə girərdim. Ay, Qasım, mən axı imkan vermərəm sənin başına aşağı olsun. Söhbət ondan getmir. Etibar insanın gözü yumlu, inana biləcəyi bir hissdir. Söz vermədən, and içmədən ona inanmaqdır. Mən də gözü yumlu ona etibar elədim. Axırda da belə. Bilirsən nə var Qəmər? Onsuz da bu pulun başı bəlalıdır. Gəl verim sənə, nə istəyirsən gedəm. Əsəbimdən səsim də batdı, boğazım da tutuldu. Onu mən nə deyim yalansa? Can, sən rəvə qurban olaram, ay Qasım. Kaş elə bu həyatda hamı səri kimi dürüst olaydı, təmiz olaydı, saf olaydı. Görsənə, dədayı görsən, çalış bu həyatda dədən kimi yaşa. Məni bilirsən nə əsəbləşdirir? Məni etibar yıxdı. Günü oyada gel baxışınla baharı qaytar quşlar qayıtsın qoy qatar qatar qulağa sözümə siracım mən sənə baktın sen üzüme ot koydun gözüme kaynayıp. Yayımın baş sponsoru Bizon. Xüsusi sponsorlar Qardaşlar Mebel, Rosko halal məhsulları. Sponsorlar Previta vitamin kompleksi, Bomba Beloçka tumları, Lodi uşaq bezləri,